Bakı Beynəlxalq Avtovağzal kompleksindəyik. Bayram vaxtı bölgələrə gedən sakinlər artıq şəhərə geri dönüş edirlər. Demək olar, aldığımız məlumata görə hazırda Xaçmaz, Xudar, Qusar və Lənkəran bölgələrindən şəhərə geri dönüş edirlər. Bu məqamda da təbii ki, bir sıxlıq yaşanır. Burada Beynəlxalq Avtovağzalın üzərinə böyük yük düşür. Qeyd edək ki, bayram günlərində sərnişin sıxlığının qarşısını almaq və vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Beynəlxalq Avtovağzal kompleks tərəfindən də bir sıra əlavə tədbirlər görülüb. Belə ki, 51 şəhər və rayona 82 istiqamət üzrə bilet satışları portal üzərindən aktivləşdirilib. Sistemə 326 reys üzrə 373 nəqliyyat vasitəsi cəlb olunub. Bu isə normadan xeyli artıq sayda sərnişin axının qarşılanmasına imkan yaradıb. Şəhərə qayıdış səbəbi ilə əsas magistral yollarda da nəqliyyat axını da artacaq. Elə bu səbəbdən də müvafiq qurumlar da gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Bəli, biz hazırda avtovağzaldayıq, sərnişin sıxlığını müşahidə edirik. Artıq axşama doğru bu sərnişin sıxlığı da artacaq. Bizim sizə çatdıracağımız məlumatlar bunlar idi. Qeyd edeyim ki, axşam reportajımızda olacaq bununla bağlı. Çatdıracağımız son məlumatlar bunlar idi. Buyurun, söz yenidən sizdədir.